Azərbaycanda bu kəndin sakinləri başqa kəndə qız vermir. Xoncalar küçə-küçə gəzdirilir. Bayramlarda xüsusi adət mövcuddur. Belə ki, bayram günləri ağsaqqallara yoluxulur, təbrik edilir. Yoldan keçəndə hər kəs salamlaşır. Toy və yas zamanı hamı birlik olur. Kəndin cəmaatı başqa kəndə qız verməyib. Yerin Qulağı kanalı hər kəsin marağına səbəb olan həmin kəndlə bağlı məlumatı təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Ağsaqqallar deyir ki, ancaq illər keçdikcə bu adət zəifləyib. Söhbət Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kəndindən gedir. Sələsüz Şahbuz rayonunun ən qədim kəndlərindən biridir. Muxtar Respublikanın ən böyük gölünün ətrafında yerləşən kəndin adının mənası heç də yerləşdiyi yerə uyğun gəlmir. Bəzi mənbələrə görə isə kəndin adının mənası suyu süzən kimi xarakterizə olunur. Kənd Dərələyəz silsiləsinin yamacındadır. Oikonim Sələsuz variantında da qeyd alınıb. Bəzi tədqiqatçılar kəndin adını türk dilindəki sələ, künc, bucaq hissə və sos, sucaq yer, su çıxan yer komponentlərindən düzəlmiş su çıxan yer mənalı toponim hesab edilir. Əslində kənd ərazidəki çayın adını daşıyır. Yerli sakinlər deyir ki, əvvəllər kənddə çox az ev olub. İndi isə bu say 150-ni keçib və hər evdə də yaşayış var. Əhali sayı 500 nəfərdən yuxarıdır. Kəndin yaşlı insanlar deyir ki, qədim tarixi olan bu kəndin öz adət-ənənələri hələ də yaşamaqdadır. Kənd sakini Sevindiç Novruzov deyir ki, əvvəllər biz ümumiyyətlə kənara qız verməzdik. İndi tədricən vəziyyət dəyişib. Kənar yerlərdən də gəlirlər, evlənirlər. Toy vaxtı küçə-küçə gəzərdilər, xonça yığardılar. Digər bir məsələ isə kənddə böyüyə hörmətin xüsusi olmasıdır. Kənd sakini Əli Mehnətov deyir ki, İstənilən vaxt yolla gedəndə sakinlər bir-birilə qarşılaşanda salamsız keçmirlər. Bayram günlərində də ağsaqqalları yoluxur, bayramlaşırlar. Simvolik bir hədiyyələşmə də baş verir. Biz buna görə çox şad oluruq. Ən əsası bu adət qədim türk ənənələrindən biridir. Kəndin xeyri şəri birdir. Yas olarsa bütün kənd sakinləri həmin ailənin yanında olur. Nə ehtiyac varsa kömək göstərilir, dəstək olurlar. Xeyri iş olarsa da yenə eyni şəkildə. Sakinlər bir-birlərinə daim dəstəkdirlər. Kənd dəniz səviyyəsindən 1135 metr yüksəklikdə yerləşir. Kəndin sakinləri daha çox heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olurlar. Kəndin kənarında göl yerləşir. Bir zamanlar gölün digər tərəfində yerləşən Mərəlik kəndi bura köçürülüb və iki kənd demək olar ki, birləşib. Hər iki kəndə gələn qonaqlar da, sonradan bura köçüb həyat quran insanlar da, yerli cəmaət da deyir ki, Sələsüz ən gözəl kəndlərdən biridir. Buna səbəb olaraq bir neçə məsələni dilə gətirirlər. Bunlar aşağıdakılardır. Ərazi yola yaxındır, kənd düzənlikdə yerləşir, təbiəti gözəldir, əhalisi də bir-biri ilə mehribandır. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.